Salam, hörmətli Sport Info TV izləyiciləri. Xoş gördük hər birinizi. Gündəmin mövzusu Azərbaycan futbol tarixinə ən bahalı transfer kimi düşən Camilo Duran'dır. Artıq Celtic'in futbolçusu sayılan, hücumçusu sayılan həmin o Camilo Duran. Duran'ın Celtic'ə transferi gündəmə gələndə özüm üçün qısa araşdırma apardım. Həm internet mənbələrindən, qaynaqlarından, həm də digər yaxın əlaqə vasitələrimi işə salıb Camilo Duran'ın həyat hekayəsini, karyerasını öyrənmək istədim, həvəsinə düşdüm və həmin bu videonu saxlamışdım transfer gerçəkləşəndən sonra çəkməyə və bildiyim məlumatları sizinlə bölüşməyə. Camilo Duran kim olub, futbola necə başlayıb, bu yerə necə gəldi, çıxdı? Futbola uşaq yaşlarından başlayıb, az yaşından 9-10 yaşından səhv etmirəmsə başlayıb, Kolumbiyanın Medellin klubunda başlayıb, təxminən 7-8 il orada olub, Medellində olub, əsas komandaya kimi yüksəlib, lakin 2021-ci ildə Flamengo'nu, Braziliyanın nəhəng Flamengo'su onun həmin o solaxay zərbələrinə, sürətinə və texniki bacarıqlarına görə onu icarəyə götürüb, belə deyim, baxışdan keçirtmək üçün, onun nəyə qadir olduğunu tam görmək üçün. Təbii ki, əsas komandada olmayıb, U20 komandasına cəlb olunub. Müəyyən müddət Flamengo'nun U20 komandasında top qovub, lakin yenidən Medellinə qayıdıb. Medellinə qayıdandan sonra menecerlər vasitəsilə, təbii bildiyiniz kimi, Cənubi Amerikanın futbolçuları, orada oynayan istər Paragvay olsun, Braziliya, Argentina, Kolumbiya, Uruguay fərqi yoxdur. Həmin futbolçular mütəmadi olaraq Portuqaliyanın aşağı liqalarına cəlb olunur. Təbii yüksək liqaya gələnlər də var, amma belə deyək, o ikinci, üçüncü sort dediyimiz futbolçular aşağı liqalara gəlir və Camilo Duran da 2022-ci ildə cəmi 20 yaşında Luzitaniyaya gələn futbolçu olub. Bir müddət Luzitaniyada oynayıb, daha sonra Estrela, səhv etməmsə, Estrela onu icarəyə götürülüb, Estrela icarəyə götürülüb, üzr istəyirəm, Estrela'da olub və yenidən Luzitaniyaya qayıdıb. 2024-cü ildə isə Portimonense onu Luzitaniya istəyib, götürüb, transfer edib və son mövsümü Qarabağa gələnə kimi son bir ili Camilo Duran Portimonense'də oynayıb. Aldığı maaşı deyim sizə, aldığı maaş dollarla deyəcəm, 2000 dollar civarında olub. Aylıq maaşı 2000 dollar civarında olub. Keçən il, yəni 2025-ci ilin yayında Qurban Qurbanova təklif olunan futbolçular, yəni bir sıra futbolçular olub. Hətta deyərdim, bəlkə də 5-10 hücumçu olub, winger hücumçu. Universal futbolçular istəyirmiş Qurbanov və onların arasında Camilo Duran variantının üstündə dayanıb, seçib Camilo Duran'ı ki, bu futbolçunu komandamda görmək istəyirəm və ona görə Qarabağ transfer marketin yazına görə 200 min avro ödəyib Portimonense'yə. Özü isə 180 min dollara Qarabağla razılaşıb. Orada Portuqaliyada qazandığından, illik qazandığından, orada 20 min dollara oynayırdısa illiyi, burada 180 min dollara. Yəni 9 dəfə artıq maaşı Qarabağa gəlib. Qarabağa gələndən sonra bizim dillə desək şişmədi, gözləri ayağının altında görməmək kimi bir şey olmadı. Daha artığını etməyə çalışdı. Düşünmədi ki, 9 dəfə, 10 dəfə bonuslarla birlikdə, hətta çempionluq, Çempionlar Liqasına düşmək bonusları ilə bir yerdə, bəlkə də 10-12 dəfə artıq qazanmasının fərqinə varmadı, daha artığını istədi, daha yaxşısını edəcəyəm dedi, durmadı, meydanda canını qoydu, hər ötən oyun daha yaxşısını etdi, intizamı ilə seçildi, klublarda, diskotekalarda, gecə klublarında gecələmədi, küçələrdən, yollardan tapıb gətirmədilər ki, Qarabağ futbolçuna sahib çıx filan. Ola bilər hardasa gedib əylənib. Yəni o tip futbolçu olmadı. Cənubi Amerikalı olsa belə ərköyünlük ondan yan keçdi, onu özünə götürmədi və Çempionlar Liqasında vurduğu qollarla Celtic'in diqqətini çəkməyi bacardı. Yeri gəlmişkən, siyahıda Celtic tək olmayıb. Bir neçə klub olub, sadəcə Celtic bu transferə görə sona qədər israr edib
Qarabağı razı salmağa çalışıb. Söhbət başlayıb 1,5 milyon funt sterlinqdən 2 milyon, 2,5, axırda yekunda Qarabağın istədiyi məbləğ alınıb, əmələ gəlib və transfer gerçəkləşdi. Və Camilo Duranın Celticdə qazanacağı məbləğ təxminən 700 min dollar. Funt sterlinqi dollara çevirəndə təxminən 700 min dollar, 650-700 min dollar. Bu bilirsinizmi nə deməkdir? Cəmi il yarım öncə Portimonense'də aylıq 20 min dollara oynayan futbolçu indi 30-35 qat artıq maaşa və vaxtilə Çempionlar Liqasının qalibi olmuş bir klubda oynayacaq. Bu da bir futbolçu hekayəsi, bu da bir futbolçu karyerası. Haradan haraya bilmirəm, buna Tanrının hədiyyəsidirmi deyim, yoxsa zəhmətin nəticəsi və yaxud da bəhrəsi. Mən açığı bu suala cavab tapmaqda çətinlik çəkirəm. Odur ki, mən faktları, rəqəmləri sizə danışdım. Cavab tapmağı isə, həmin sualın cavabını isə sizin öhdənizə buraxıram. Təşəkkür edirəm.